IT sahəsinin inkişafı ilə bağlı yeni hüquqi münasibətlər yaranır. Onlardan da ən birincisi budur ki, bütün hüquqşünaslara verilən suallardan biri odur ki, sosial şəbəkə hesablarından edilmiş təhqirlər hüquqi məsuliyyət yaradırmı və ya həmin şəxslər cəzalana bilirmi? Bunun cavabı bəlidir. Ona görə ki, qanunverici bu əməlləri sanksiyalaşdırılıb. Hətta bununla bağlı Cinayət Məcəlləsinə yeni bir norma əlavə olunub. Saxta profil hesablardan istifadə etməklə şəxslərin şərəf və ləyaqətinə alçatma. Ümumilikdə kütləvi nümayiş olunan əsərlərdə, sosial şəbəkələrdə, fərq etmir, TV-lərdə, radiolarda şəxsin şərəf və ləyaqətinə alçatma, onun haqqında böhtan atma cinayət məsuliyyəti yaradır. Kütləvilik də adətən 3 və daha çox şəxsin görə bildiyi məkan nəzərdə tutulur. Başqa sözlə, şəxslər fərq etmir öz sosial şəbəkə hesablarından və ya saxta profillərdən əgər istifadə edirlərsə diqqətli olmalarını tövsiyə edirəm. Çünki hər bir yazılan şərh, yazılan fikir diqqətli olmalı və başqasının şərəf və ləyaqətinə alçatmamalıdır. Bu hüquqi məsuliyyət yaradır. Cinayət məsuliyyəti əgər 3 şəxs və daha çox şəxs kütləvi şəxs görübsə cinayət məsuliyyəti yarada bilər və ya şəxsi danışıqlarda da diqqətli olmağı tövsiyə edirəm. Çünki bu da mülki məsuliyyət yarada bilər. Sonradan həmin şəxsin təqsib etməli olur, sonra üzrxahlıq meydana gəlir, tələb olunur, məhkəmə müstəvisinə çıxa bilər. Diqqətli olmağa çağırıram bütün vətəndaşlar.